Salam aleykum. Hər kəsə Allahın adı ilə salamlayıram. Bu günlər mən sizə din haqqında məlumat danışacağam. Onda başlayaq. Bismillah. Asanlaşsın. Bəzən çətinliklər bizi daha da güclü edər. Çünki onlara sinə gərəkən və onların öhdəsindən gəlməyə çalışarkən özümüzü inkişaf etdiririk. Yeni metodlar öyrənir və mücadilə etmək ruhu qazanırıq. Lakin gündəlik həyatımızda qarşımıza çətinliklərin çıxmasını istəmirik. Yenə də heç nəyin asanlığına qaçmadan işlərimizdəki çətinliklərin aradan qalxması və əzmimizin azalmaması üçün dua edə bilərik. İşlərimizin asanlaşması üçün belə dua edə bilərik. Rabbi yəssir və lə tuassir. Rabbi təmmim bil xayr. Rəbbim işlərimi asanlaşdır, çətinləşdirmə. Bu işi xeyirlə kamala çatdır. Salam aleykum.